Bismillah, elhamdülillah, ve salatu ve selamu ala men la nebiye ba'de. Değerli kardeşlerim, Kur'an'ı öğrenmeye, onu okumağa daha çok vaxt ayırmaq lazımdır. Bu tövsiye en başta özümə və sonra da siz müsəlman qardaşlarımadır. Həqiqətən Kur'ana ayrılan vaxt hədər getməz və Kur'an oxumağın faydaları insan üçün kifayət qədər çoxdur. Kur'an'ı tərk etdikdə insan nə qədər böyük xeyirdən məhrum olduğunu zamanla anlayır. Və Kur'an oxumağın faydalarından bir neçəsini inşallah bugün qeyd etmək istərdim. Vaxtda, elmdə və anlayışda bərəkət əldə etmək. Allahla güclü və canlı bir bağ, rabitə qurmaq. Yaxşı əməllərin çoxalması. Hər bir hərf üçün bir savab yazılır və hər savab da 10 qat artırılır. Allah Subhanahu ve Teala bunu istədiyi kimsə üçün daha da çoxaldır və həmçinin dünya və axirətdə ucalığa səbəb olur. Allahın kəlamına tabi olan üçün, yəni Allah Subhanahu Taala'nın kəlamına tabi olan üçün Kur'an bu dünya və onun içində olan hər şeydən daha xeyirlidir. Həmçinin qəlbdə rahatlıq və mərhəmət gətirir qəlbə. İnsanı yüksək məclisləri xatırlamağa yönəldir. İnsanı vəsvəsələrdən qoruyur. İnsanın qəlbini qəflətə düşmədən qoruyur. Doğru yola hidayət edir. Qəflətdən qoruyan bir nurdur. Kur'an oxuyan və onunla əməl edən insan Allahın hidayətinə və dəstəyinə nail olur. Bundan başqa sayısız hesabsız bərəkətlər vardır ki, onları tam şəkildə saymaq mümkün deyil. Ona görə də bu fürsəti qənimət bilmək lazımdır. Hər birimiz Allaha itayətdə yarışın, xeyirdə bir-birinizi ötün və önə keçməyə çalışın. Həqiqətən Kur'an qiyamət günü öz sahiblərinə şəfaətçi olaraq gələcəkdir. Və axiru da'vana enilhamdülillahi rabbil alemin.